Bu günləri dadlı, ləzzətli, yumşaq pizza hazırlayıram. 2 çay qaşığı maya, 2 çay qaşığı şəkər tozu, üzərinə yarım stəkan ilıq su. Mayanın aktivləşməyini gözləyirik. Maya aktivləşən kimi üzərinə ilıq süd, yarım stəkan duru yağ, 1 ədəd yumurta və yarım çay qaşığı duz. Qarışdırıb üzərinə apardığı qədər un əlavə edib, yumşaq ələ yapışmayan xəmir yoğururam. Xəmirin üzərini bağlayıb sobaya qoyuram. Sobanı 100 dərəcədə isidib söndürmüşəm. Baxın necə gözəl xəmirim köpdü. Və keçirəm pizzanın üzəri üçün sos hazırlamaq. Biber tamatı, 1 xörək qaşığı biber tamatı, mayonez, ketçup, duz, istiyot qarışdırıb belə bir sos hazırlayıram. Çox dadlı alınır bu sos. Sizlər də belə hazırlaya bilərsiniz. Listimi unlayıram ki, xəmir yapışmasın. Xəmiri listə əlimlə yayıram. Çəngəl ilə deşləkləyirəm ki, xəmir çox da şişməsin. Hazırladığım sosu fırça ilə xəmirin üzərinə çəkirəm. Onu da deyim ki, bu xəmirdən 2 ədəd pizza alındı və üzərinə holland pendiri gəzdirirəm. Mən holland pendirini alt hissədən gəzdirirəm ki, onda daha dadlı alınır. Üzərini istədiyiniz kimi düzə bilərsiniz. Mən üzərinə kalbasa, sosiska, yağsız kalbasa, pomidor, zeytun, pomidorların üzərinə duz və pul biber səpirəm. Sonda üzərinə çox az holland pendiri səpirəm. Siz üzərinə toyuq filesi, göbələk, qarğıdalı, biber, damaq zövqünüzə görə düzə bilərsiniz. Budur artıq yumşaq, dadlı, ləzzətli pizzam hazırdır. Sizlər də hazırlayın. Hamınıza nuş olsun. Bəyənməyi unutmayın. Hələlik.